ABŞ prezidenti Donald Trump'ın ətrafındakı rəsmilər Ukrayna lideri Volodymyr Zelenskinin bir sıra əleyhdarı, xüsusən də keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş dövlət başçısı Pyotr Poroshenkonun partiyasının üzvləri ilə gizli danışıqlar aparıblar. Bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə müzakirələr Ukraynada növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkünlüyü ilə bağlı olub. Ukraynada hərbi vəziyyət qaldığı üçün səsvermə əvvəllər konstitusiyaya uyğun olaraq təxirə salınıb. ABŞ əmindir ki, Zelenski Ukraynalıların hərbi əməliyyatlardan yorulduğu və korrupsiya ilə bağlı ictimaiyyətin narazılığına görə lazımi səsləri toplaya biləcək, deyə nəşr qeyd edib. Bəzi ekspertlər isə əgər seçkilər olarsa, Zelenskinin ikinci dəfədə seçilmə ehtimalının olduğunu deyirlər. Zelenskinin ikinci dəfədə seçilmə şansı ola bilər və bu da həm Putinin, həm də Trump'ın planlarına altı üst edə bilər. Ona görə də hal-hazırda Zelenskinin getməsi ilə bağlı, seçkilərin keçirilməsi ilə bağlı yaranan bu təlaş mənə elə gəlir ki, ilk öncə bir cəmiyyətdə bifurkasiya yaradır. Yəni bir cəmiyyətdə təlatüm yaradır. Cəmiyyətin nəbzini öyrənməyə çalışır həm Rusiya tərəfi, həm Amerika tərəfi. Bəzi ekspertlər isə bunun əksinin baş vermə ehtimalından söz açırlar. Çünki indiki vəziyyətdə Kiyevin Birləşmiş Ştatlar ilə münasibətləri qənaətbəxş deyil və bu münasibətlər gərginləşməyə doğru gedərsə, Zelenskinin hakimiyyətdən getməsi mümkün ola bilər. Ölkədə müharibə getdiyinə baxmayaraq, yeni bir prezident seçkiləri keçirilsin. Bunu tələb edən, bunu istəyən qüvvələrin səsi daha da çox gəlir, aydın gəlir. Düzdür, hansısa bir seçkilərin keçirilməsi çox bir çətin prosesdir. Amma bununla belə düşünürəm ki, Zelenskinin hakimiyyətdən getməsi kifayət qədər real bir variant ola bilər. Nəzərə alsaq ki, Ukraynalılar sabiq lider Pyotr Poroshenkoya ikinci müddətdə seçilməyə şans verməyib. Səslərini Zelenskinin xeyrinə verdilər. Eyni zamanda Timoşenko da özünün siyasi kreditini xərcləmiş və Ukrayna cəmiyyəti tərəfindən inamı itirmiş bir siyasətçi kimi tanınır. Ona görə də Poroshenko və Timoşenkonun uğur qazanacağı indiki vəziyyətdə o qədər də real görünmür. Amma Zelenskini əvəz edə biləcək yeni, perspektivli bir siyasətçinin Ukraynada rəhbərliyi ələ keçirməsi ehtimalının olduğu da deyilir. Söhbət Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zaluşnudan gedir. Amma hazırki dövrdə Ukrayna xalqı üçün vacib olan atəşkəsin əldə olunmasıdır. Ağ Evi mətbuat katibi Caroline Levitt Vaşinqtonun Həmas hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib. Bu barədə o keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə Prezident Donald Trump Amerika xalqının ən yaxşı maraqları naminə bütün dünyada insanlarla dialoqu dəstəkləyir. Bu məsələdə İsraillə məsləhətləşmələr aparılıb. Biz danışıqlar apararkən həm də Amerika xalqının mənafeyinə uyğun şəkildə hərəkət etməyə cəhd göstəririk. Hazırda Yaxın Şərqdə davam edən böhranın qarşısını almaq üçün ciddi səylərimizi dayandırmırıq. Danışıqlar və müzakirələr indi də davam edir. Lakin burada onları təfərrüatlı açıqlamayacağam.